Salam hörmətli müəllimlər və şagirdlər. Bu videoda MHM-in yeni test topusundan natural ədədlər bölməsindəki test 4-ün izahını verəcəm. Bundan əvvəlki olanlar, yəni test 1, test 2, test 3-ün isə izahı YouTube kanalımda mövcuddur. Onları da izləyib faydalana bilərsiniz. İzaha keçməmişdən əvvəl onu deyim ki, kanala abunə olmağı unutmayın. Davamlı şəkildə növbəti testlərin də izahı gələcək. İndi isə başlayaq birinci sualdan. Bizə deyir ki, birinci sualda 1 faktorial üstə 2 faktorial üstə gəlsin 3 faktorial üstə gəlsin n faktorial cəmindəki 1, 2, 3 n ədədlərinin hər birini bir vahid artırsaq, cəm nə qədər artar? Gəlin bu cəmə bir də məsəl üçün A deyək. A nəyə bərabərdir burada? 1 faktorial üstə gəlsin 2 faktorial üstə gəlsin 3 faktorial üstə gəlsin üstə gəlsin n faktorial. Bu cəmin hər birin bir vahid artırsaq, məsələn buna da B deyək. Baxın, bir vahid artırmaq o demək ki, 1 idi. Yəni bunun üzərində bir gəndə neçə olacaq? 2. Yəni 2 faktorialdan başlayacaq bu cəm. Məsələn burada 2 faktorialdır. Bunun üstünə 1 gələndə də olacaq 3 faktorial. Yəni birinci 2 faktorial olacaq, sonra 3 faktorial olacaq. Ən sondakı neçə olacaq? N idi, üstünə 1 gələndə n plus 1. Aydındırmı? Deməli onda bizim bu cəmimiz bu şəkildə olacaq. 2 faktorial üstə gəlsin 3 faktorial üstə gəlsin 4 faktorial üstə gəlsin üstə gəlsin. Baxın, sonda n plus 1 faktorial olacaq. Bundan əvvəl də bir də n faktorial olacaq. Çünki bundan əvvəlki n minus 1 deyil, onun üstünə bir gəndə n alır. O da göstərim, tam başa düşəsiniz. Bu cəmin nə qədər artdığını bilmək üçün, yəni sondakı, yəni cəmdən, yəni B-dən əvvəlkini çıxmalıyıq. Yəni B-dən A-nı çıxmalıyıq. B çıxısına. Baxın, burada B-dən A-nı çıxanda A 1-dən n-ə qədərdir. B-də 2-dən n plus 1-ə qədərdir. Demək, burada 2-dən n-ə qədər olan ədədlər istinad edəcək. Yerinə nə qalacaq? Bu B-də təkcə bu qalacaq, A-da da təkcə bu qalacaq. Ona görə də n üstə gəlsin 1 faktorial çıxılsın 1 qalacaq. Baxın, burada qarşılıqlı şəkildə istinad edəcək. Bu şəkildə. Yəni bu da belə gedəcək. Qalacaq təkcə biri bu, bir də çıxılsın 1 faktorial. Aydındır. Ona görə cavab C variantı. Sonra ikinci suala baxaq. İkinci sualda bizə deyir ki, A və B natural ədədləri üçün 8-dən böyükdür A çıxılsın B fərqi kiçikdir 13 və A-nın B-yə nisbəti 7-nin 3-ə nisbətinə bərabər olarsa A üstə gəlsin B cəmini tapın. Baxın, burada nəyə diqqət edin? A-nın B-yə nisbəti 7-nin 3-ədir. Onda A-nı mən 7K götürərəm, B-ni mən 3K götürərəm. Onda baxın, burada yerinə yazsaq. A çıxılsın B fərqi nəyə bərabər olacaq? 4K-ya bərabər olmayacaq. Buradan yazaq. A çıxılsın B. 4K deyil mi? Aparıb bərabərsə yerinə qoysam 8-dən böyükdür 4K, kiçikdir 13-dən. Bu şərti deməli K-nın yeganə qiyməti 3 qiymətidir. Yəni bunu ödəyən yeganə qiymət 3-dür. Aydın, çünki burada A-na bir natural ədəddir. Ona görə. İndi bizdən A üstə gəlsin B-ni soruşur. Düzdürmü? Yəni A üstə gəlsin B bərabər. A neçədir? 7K üstə gəlsin. B neçədir? Deməli 3K. Toplayanda 10K edir. Onu da 3-ə vuranda 30. Cavab A variantı olacaq. Sonra üçüncüyə baxaq. Üçüncüdə deyir ki, A ilə B, yəni qarşılıqlı sadə ədədlərdir. A vurulsun B bölünsün 150. Əbob AB-yə bərabər olarsa, A üstə gəlsin B cəminin ən kiçik qiyməti tapın. Yəni A plus B-nin minimum qiyməti də belədir. Baxın, biz də bilirik ki, A ilə B qarşılıqlı sadə ədəddirsə, əbobu 1-ə bərabərdir. Yəni bu o deməkdir ki, A vurulsun B-ni 150-yə bölsəm 1 edəcək. Buradan A vurulsun B hasili də 150-yə bərabər olur. Baxın, bizdən də bunun yəni kiçik qiymətində minimum qiymətini soruşur. İndi baxaq. A ilə B-ni mən elə qarşılıqlı sadə ədəd götürməliyəm ki, hasili neçə olsun? 150 olsun. Baxın, burada qiymət verməli olacaq. Necə? Məsələn, A 1 olsa, B 150 olacaq. Yəni, bir istəyən ədəd qarşılıqlı sadədir. Amma bu ən böyük cəm olacaq da 151. Aydındırmı?
Yəni ən böyük soruşsaydı 1 ilə 150, 1 ilə 150 idi. 151 ən böyük cəmdir. Amma bizə ən kiçiyini soruşur. İndi baxaq. 2 ilə 75. Düzdürmü? Yəni burada qarşılığı sadə ədəddir. Sonra necə yaza bilərik? Çünki 150-nin vurğularına baxmalıyıq. Yəni bunu da qeyd edeyim. 150-nin vurğu ayrılması neçədir? 15 vurulsun 10-dur da, düzdürmü? Yəni deməli burada bunu 3 5-dir. Burada 2 5-dir. Yəni 2 vurulsun 3 vurulsun 5-in kvadratıdır. Mən bundan istifadə edirəm. Onda bunu 3 vurulsun deməli 50 kimi də yaza bilərəm. 3 vurulsun 50. Bir də deməli, aha, bu ikisini bir baxaram. Yəni 6 ilə 25 götürə bilərəm. Yəni 6 ilə 25. Aha, bu şəkildə. Bir də aha, yəni bu şəkildə. Çoxu demək olar ki, bunlardır. Deməli, aydındır bura? Bir də 15 ilə 6 götürmək olur. 15 ilə 6 eləmir. 15 ilə 6 eləmir. Ha, baxın, burada görürəm ki, 1-in 150, 1 ilə 150-nin cəmi 151 edir. 2 ilə 75-in cəmi 77 edir. 3 ilə 50-nin cəmi 53 edir. 6 ilə 25-in cəmi də elə neçə edir? 31 edir. Elə baxıram, görürəm ki, cavablarda ən kiçik 31 var. Cavab 31 edir. Burada da isbat elədik ki, nəyə görə cavab 31-dir. Aydındır. Ona görə də cavab A variantı. Sonra keçək 4-cü suala. Baxın, 4-cü sualda bizə deyir ki, ABC NATO ədədləri üçün, yəni ABC daxildir N-ə. EBOB ABC 6-ya bərabərdir. Deməli, EBOB burada bizə deyir ki, 4A bərabərdir 3B bərabərdir 7C olarsa, A üstəgəlsin, B üstəgəlsin, C cəmini tapın. Baxın, keçən dəfə dedim ki, biz bunu, yəni 3 cür əlaqə verilibsə, məsələn 3 ədəd arasında verilibsə əlaqə və yaxud da 2 də nisbət verilibsə, biz onu necə yazmalıyıq? Baxın, burada mən bunu 2 nisbət şəklində yazacağam. Deməli 4A-na 3B-nin nisbəti, bir də yəni daha doğrusu nisbət yox, 2 də bərabərlik, 2 dənə ayrı bərabərlik kimi göstərəcəm. Baxın, buradan yəni ən rahat yol budur, yəni bundan başqa da yollar var. Amma mənim məsəl üçün məsləhət gördüyüm ən rahat yol budur. Buradan 4A 3B-yə bərabər deyil. Bir də yazacağım ki, 3B də 7C-yə bərabərdir. A-nın B-yə nisbəti niyə bərabərdir? 3 bölünsün 4 eləmir. Yaxşı, bəs B-nin C-yə nisbəti niyə bərabərdir buradan? B-nin C-yə nisbəti də 7-də 3. Baxın, burada görürük ki, bir cəmiyyət 2 dənə tənasübdə iştirak edib. Deməli, həmin cəmiyyətlər eyni olmalıdır. Biz K demək istəyiriksə. Onda yuxarını 4 ilə 7-yi neçəyə tamamlayarıq? 28-ə. Onda birincinin sürət və məxrəcini 7-yə vuraram. 28-də 21 alaram. İkincini də demək 4-ə vuraram. 28 elədi. C də neçə olacaq? 4-ə vuranda deməli 12 eləyəcək. Demək A bərabərdir 21K, B bərabərdir 28K, C də bərabərdir deməli 12K. Yəni buradan görünür ki, bu üçü də bir yerdə qarşılıqlı sadətdir. Bunların əbubu təkcə belə deyil, orta vurğu təkcə K-dır. Yəni buradan da K-nın 6 olduğu görünür. Deməli K neçəyə bərabərdir? K 6-ya bərabərdir. Düzdürmü? Və bizdən də cəmi soruşur. Yəni onda A üstə gəlsin, B üstə gəlsin, C bərabərdir. Bunları toplasaq, demək 28K-dan 12K-nı toplasam 40, 40-ı da üstünə 21 gəlsəm 61K eləyəcək. Bu da 6-ya vuranda 366. Ona görə də 4-də cavab A variantı. Deməli, növbəti sual buradadır. 9 buradır. Deməli, növbəti sual neçədir? Burada yazılmayıb 5-ci sual budur. PDF-də görünmür daha doğrusu. Bizə deyir ki, 5 rəqəmli ədədi 72-yə tam bölünür. Buna əsasən A üstə gəlsin, B cəmini tapın. Deməli, ədədimiz neçədir burada? A 735B-dir. Aydındır. Baxın, 72-yə bölünürsə, mürəkkəb ədədə bölmə qaydası bu şəkildə ki, biz elə ədədlər götürürük ki, bu belə deyək də, həmin ədədlər cütü qarşılığı sadə olmalıdır. Çünki əkobu bizə 72-ni verməlidir. Aydındır. Məsələn, 8 götürəm.
Deməli, bunu 8 götürürəm, bunu 9 götürürəm. 8 ilə 9 qarşılığı sadədir və əkamı da 72 eləyir. Yəni, məsəl üçün, tutaq ki, başqa 45-ə bölmə də göstərək. 45-ə bölmə də nədir? Həm 5-ə, həm 9-a. Çünki 5 ilə 9 qarşılığı sadədir olmalıdır və ona görə də deməli, əkam 45 eləyir burada. O da vurğularını biləsiniz. İndi burada, baxın, 8-ə bölmə qaydası nə idi? Son 3 rəqəmi 8-ə bölünsün ədəd. Deməli, son 3 rəqəmini əmələ gətirdiyi ədəddə belə deyək. 3'ü də 0 ola bilər və yaxud da əmələ gətirdiyi ədəd 8-ə bölünsün. Deməli, bizim ədədimiz neçədir? 300, deməli, 350 neçəsədir, yəni bu B-dir, bilmirəm. Mən də bilirəm ki, baxın, bunu 8-ə böləndə 4 dəfə götürürəm, eləyir 32. Deməli, 5-dən 2 çıxıram, 3B eləməlidir. Mən də bilirəm ki, 30 ilə 8-ə bölünən ədəd yeganə ədəd var, 32-dir. Deməli, B avtomatik burada neçə eləyir? B 2 olmalıdır, düzdür. Deməli, B-nin qiyməti buradan qeyd edir. B bərabərdir, yalnız 2 olacaq. Aydındır mı? Bundan sonra da nəyə diqqət edirik? Məsəl üçün, indi ədədimiz necə olacaq? A, 7, 3, 5, 2, düzdürmü? 9-a bölmə xassəsini tətbiq edirik. Orada da nə olur? Rəqəmlər cəmi 9-a bölünməlidir. Düzdürmü? Bunda rəqəmlər cəmi bu ikisi 10 eləyir, bu ikisi də 7 eləyir. Deməli 17. Rəqəmlər cəmi 17 eləyir, bir də A var. A 1 olmalıdır ki, bu rəqəmlər cəmi 18 eləsin. Bunu ödən yeganə bir də A-dır. A-nın bir qiyməti də belə deyil. Onda A'mız 1 oldu, B'miz də 2 oldu. Cəmi də 1 üstə gəlsin 2, 3 edir. Və cavab A variantı. Sonra keçsək, bu da 6-cı sualdır. Buradan qeyd edeyim. Yoxdur orada. Yəni düşmüyor PDF-ə. Baxın, 6-cı sualda da bizə deyir ki, A ədədini 7-yə böldükdə qalıqda 3 olarsa, A kvadrat üstə gəlsin 5A üstə gəlsin 3 ədədinin 7-yə bölünməsindən alınan qalığı tapın. Baxın, burada niyə diqqət eləməliyik? Bunu istəsəz 10-da götürə bilərsiniz. İstəsəz 3-də götürə bilərsiniz. Heç bir fərqi yox. Amma mən çox vaxt 3 götürürəm. Niyə görə? Çünki əgər bölünən böləndən kiçikdirsə, qalıq elə bölünənin özüdür. Məsələn, 3-ü 7-yə böləndə görsünüz ki, burada bölünən 3 daxil 7-dən kiçikdir. Deməli, qalıq 3-ün özüdür. Onda A ədədini ilə 3 götürürəm. Aydındır, A bərabərdir 3 götürürəm. Onu da aparıb yerinə qoysam ifadədə. 3'ün kvadratı üstə gəlsin 5 vur 3 üstə gəlsin 3. Deməli 9 üstə gəlsin 18 eləyir 27. 27-yi də 7-yə böləndə deməli 3 qalıq 6 idi. Bizdən də qalığı soruşurdu. Qalıq elədi 6. Ona görə də A variantı. Sonra deməli 7-ci suala baxaq. 7-ci sualda da bizə deyir ki, burada 9 vurulsun, kökün altında x üstə gəlsin 401 bərabərdir. Deməli, y1 olarsa x ədədinin rəqəmlər cəmini tapın. Deməli, 9 vurulsun, kökün altında x üstə gəlsin 401 bərabərdir. Deməli, y1-ə. Doğrudurmu? İndi baxın, burada nəyə diqqət edin? Sağdakı bir natural ədəddir, düzdürmü? Deməli, bu kökün içərisində bir natural ədəd çıxıb. O öz yerində. İndi baxın, bu sağdakı bu natural ədədi mən 9-a vurmuşam, düzdürmü? Onda bir ədədi 9, müəyyən bir natural ədədi 9-a vuranda alınan ədəddə 9-a tam bölünməlidir, düzdürmü? Yəni burada y1 9-a tam bölünən ədəddir, düzdür? Onda fikir verin, bunun rəqəmlər cəmi nə olacaq? 2y üstə gəlsin 1 olmayacaq. Bunun yerinə də hansı ədədi qoyanda bu 9-a tam bölünəcək? Y-in 4 qiymətidir, aydındırmı? Baxın, 4-ü qoyanda 2 vurulsun, 4 üstə gəlsin 1 ilə 9 eləyəcək. Sonra aparıb yerinə yazsaq, deməli, baxın, 9 vurulsun, kökün altında x üstə gəlsin 401, niyə bərabərdir? Deməli, 4-dür, yəni 441-ə. Buradan kökün altındakı ədədi tapsam, x üstə gəlsin 401 bərabər olacaq. Bunu 9-a böləndə 441-i 9-a böləndə neçə eləyəcək? Deməli, burada içərisində 6 dəfə götürdüm. 36, 81 elədi
9 dəfə. Demək burada neçə eləyəcək? Demək 69 dəfə eləyəcək. Onda burada x-i tapmaq üçün hər tərəfi kvadrata qaldırsam, x üstəgəl gəlsin 401 bərabərdir 69-un kvadratına. Aydındır. İndi 69-u 69-a vuraq. Deməli 441 eləyəcək. Deməli 6-yı 9-a vuranda 54 5 yadda, 4 yazıq 5 yadda. 36, 36-nın da üzərinə mən deməli 5 gəlsəm, bu da təzədən 41 edir, düzdürmü? 41. Bu rəqəmlərin cəmi neçə olacaq? Deməli, daha doğrusu toplayanda neçə verəcək bizə? 4581. Mən bundan da nəyə çıxacağam mən burada? Deməli 401'i. Bizə nəyə verəcək? Deməli, sizə ehtiyac yox. Deməli, çıxanda deməli 4180. Doğrudurmu? Bir dakika. 4180 idi. Doğrudurmu? Deməli 6 dəfə elədi 36, sonra 81, 69. 69'un kvadratını düz mü tapdım? Yəni rəqəmlər cəmi neçə edir? Bunu bir də hesablayayım. 13 edir, düzdür. 13 cağlarda yoxdur amma. Deməli test 7-dir. 13 cağlarda niyə yoxdur? Bir dəqiqə. Kalkulatorla vurum. Deməli 69'u vuraq 69'a. 4761 edir. İndi ondan çıxaq 401'i. Bir dəqiqə, buna nə səhv elədim ki mən? X ədədinin rəqəmləri cəmini tapın. Neçə dəqiqə sualı çox vaxt getdi bunun. Yəni 9'a böləndə neçə qalacaq? Deməli 69. Düzdürmü? Aha, deməli 69'da 69 yox, bir dəqiqə. 49 yazmalıydım. Bura fikir verin. Burada 49 eləyəcək. 49 edəcəksə burada deməli 49'u 49'a vuracaq. Bir dəqiqə, burada çox hesablama səhvi çıxdı. Deməli bir dəqiqə kalkulator da vurum tez. 49'u 49'a vuranda. Yəni burada x üstəgəl gəlsin 401 2401'e bərabərdir. Buradan da x'i tapsaq x də 2000'ə bərabərdir. Aydındırmı? Və deməli rəqəmlər cəmi də 2 eləyəcək. Cavab ona görə A variantı. Nədənsə bu sualı bir də hesablama səhvinə görə çox vaxt getdi. Üzrü sayın. Sonra keçək 8-ci suala. Nömrə 8. Baxın, bizə deyir ki, burada 3 kökün altında x üstəgəl gəlsin 416 bərabərdir 5y, y ədədinə və x-in ala biləcəyi ən böyük natural ədədi tapın. İndi baxın, x ala biləcəyi ən böyük natural ədədi tapmaq üçün bu sağdakı ədəd ən böyük natural ədəd olmalıdır ki, yəni burada hasil varsa, burada ən böyük qiymətini alsın. Aydındır. Yəni bu hasildəki böyük olması üçün, hasildəki böyükdürsə, onda sağdakı ifadə də, yəni ədəd də ən böyük qiymətini almalıdır. İndi baxın, bunun rəqəmləri cəmi neçə olacaq? 5 üstəgəl gəlsin 2y olacaq. İndi burada y-ə qiymət verib. Görək hansında 3'ə bölünən ədəd olacaq. Deməli 1 versə ödəmir, 2 versə ödəyir, 3 verəndə ödəmir, 4 verəndə ödəməyəcək, 5 verəndə, yəni bu 5 verəndə ödəyir, qeyd edir. Sonra 6 verəndə 18, 23, 7 verəndə 8 verəndə, aha, 8 verəndə ödəyəcək. Deməli 8 verəndə ödəyəcək. 5 onda ən kiçik, 5 ilə ən böyük deyil. 8'i verəndə 16 üstə gəlsin 5, 21. 9 verəndə də deməli ödəməyəcək. Aydındır.
Çünki 9 yerində 18, üstünə gələndə 5 yox, ödəmir. Deməli, burada da onda 3 vurulsun kökün altında x üstə gəlsin 416 588'e bərabərdir. Kökün altında x üstə gəlsin 416 bərabər olacaq. Deməli, böləndə neçə edəcək? 588'i 3'ə. Bir dəfə 3 edəcək, 28 düşəcək, 28'də 9 dəfə 27, 18, 18'də də deməli 6 dəfə. Bu 196 edəcək. X-i tapanda da nəyə bərabərdir? 196'ın kvadratından çıxacaq 416. Burada x nəyə bərabərdir? Bu kalkulyatorda hesablayacağım, vaxt getməsin tay. 196'yı vuracaq 196'ya. Ondan çıxacağıq biz 416'nı. Daha burada x deməli 38.000 daha doğrusu. Və burada bizə nə edir? Elə ala biləcək NATO qiymətidir. O da D variantı. Aydındır mı hər kəsə? Sonra keçək 9-cu sual. Bu 9-cu sualdır burada. Daha doğrusu 9-cu sual həllini verdim. Bir dəqiqə. Neysə səhv yazmışam burada. 4 5 6 7 bu 8'dir. Bu 8-ci sualdır bu. Ya 9 budur. 9 bu da 10. İndi isə 9-cu suala baxaq. Deməli 9-cu sualda da bizə deyir ki A bərabərdir 2 üzərində m üstə gəlsin 3, vurulsun 3 üzərində m. B-də 15 üzərində m-dir və əbobları 243 olasa A ədədinin natural bölənlərin sayını tapın. Baxın, mən burada B-ni bu şəkildə yazacağam. 15 üzərində m. Bunu da 3 vurulsun 5 üzərində m. Bu da nəyə bərabərdir? 3'ün üzərində m vurulsun 5'in üzərində m. Baxın, əbobu seçəndə nə edir? Orta vurğular seçir. Görürsünüz 2 ilə 5'in ortağı yoxdur. Orta olan nədir burada? 3 üzərində m-dir. Demək, A ilə B-nin əbobu nəyə bərabər olacaq? Deməli, yəni əbob AB niyə bərabər olacaq? 3 üzərində m-ə, düzdürmü? Və 3 üzərində m-i də, yəni burada bizə göstərir ki, əbob 243'ə bərabər. Yəni 3 üzərində m-i də biz 243'ə bərabər etməliyik. Buradan da o nəticəyə çıxır ki, 243 3'ün üzərində 5 deməkdir. Buradan da m bərabərdir 5 olur. Bizə deyir ki, A-nın natural bölənlərin sayı. Onda A-da m-i yerinə qoysa, A nəyə bərabərdir burada? 2 üzərində 8 vurulsun 3 üzərində 5. Və natural bölənlərin sayı nədir? Qüvvətlər üzərində 1 əlavə edib hasilini tapırıq. Edir 54. Cavab A variantı. Sonra 10-cu suala baxaq. Baxın, bizə deyir ki, x, y qarşılığı sadə ədədlərdir. Əkob x kvadrat, y kvadrat çıxılsın 1. Bölünsün x, y üstə gəlsin əbob x, y ifadəsi aşağıdakılardan hansına bərabərdir? Baxın, burada bir nüansı yaduza salım. Yəni, burada həllini bu köçürməyəcəm, promo həllini yazacağım. Baxın, əgər əbob x, y 1-dirsə, düzdürmü? Baxın, yəni burada yəni, x, y 1 olmalı, yəni x, y qarşılığı sadə ədəd olmalı göstərir. Bunun qüvvətləri də, üzərində n-lər də, belə deyək, n qüvvətlərdir. O da elə 1-ə bərabər olacaq. Yəni, belə deyək, 2 ilə 3-ün qarşılığı sadə ədəddir. Əbob 1-dir. 2-nin kvadratı ilə 3-ün kvadratının da orta vuruğu yoxdur axı. Aydındır. Ona görə də deməli, elə verilmiş ifadələrdə baxın, x kvadrat ilə y kvadratın əkobu nəyə bərabər olacaq? Hasillərinə, yəni x-in kvadratı vurulsun y-in kvadratı çıxılsın 1. Aşağıda x, y üstə gəlsin. Əbobu niyə bərabərdir? Qarşılığı sadə ədəddirsə 1-dir. 1. O da bərabərdir. Sürəti mən kvadratlar fərqi kimi yazsam, bu x vurulsun y-in kvadratı da axı. Düzdürmü? Ona görə də x, y çıxılsın 1. X, y üstə gəlsin 1. Bölünsün x, y üstə gəlsin 1 olacaq. Bunlar da x-ə gedəndə x, y çıxılsın 1 formasında olacaq və cavab A variantı. Sonra nömrə 11. Bizə deyir ki, x, y natural ədədləri üçün deməli x-in kvadratı çıxılsın
y üstə gəlsin z kvadratı bərabərdir 13'dür. Və bizdən x, y üstə gəlsin xz ifadəsinin cəmini soruşur. Baxın, burada kvadratlar fərqini tətbiq edirəm. Yəni x üstə gəlsin, y üstə gəlsin z. Burası x çıxılsın, y çıxılsın z bərabərdir 13'dür. Bunlar NATO ədəddir, düzdürmü? Onda və hasili də sadə ədədə bərabərdir. Deməli, vurğulardan biri 13'dür, digəri 1 olmalıdır. Əlbəttə ki, fərq 1-ə bərabər olmalıdır. Cəm də 13'ə. Və buradan da biz o nəticəyə gəldik ki, x üstə gəlsin, y deməli, üstə gəlsin z 13'dür. X çıxılsın, y çıxılsın, z də nəyə bərabərdir? 1-ə bərabərdir. Tərəf-tərəfə toplasaq 2x bərabərdir 14'dür. X də nəyə bərabərdir? 7'yə bərabərdir. Baxın, burada deməli 7'yə bərabərsə bunu bu şəkildə yaza bilərik. X çıxılsın, y üstə gəlsin, z. Düzdürmü? Bərabərdir 1. Onda bu 7 isə y üstə gəlsin, z nəyə bərabərdir? 6'ya bərabər deyil. Yəni 7'dən 6'nı çıxanda 1'ə bərabərdir. Düzdürmü? Və bizdən də x, y üstə gəlsin, xz ifadəsinin qiymətini soruşur. Orta vuruş kimi hər birindən x-i çıxartsam, y üstə gəlsin, z qalacaq mötərizənin içərisində. X-in qiyməti də 7-dir. Mötərizənin içərisindəki ifadənin də qiyməti də 6-dır. Bunun hasili 42 verəcək bizə. Cavab ona görə də A variantı. Sonra 12-ci suala baxaq. Deməli, baxın, 12-ci sualda bizə deyir ki, 3 rəqəmli NATO ədədlərdən neçəsi daha doğrusu 5'ə və 6'ya bölünür, lakin yəni 7'yə bölünmür. Aydındır. Baxın, 5'ə və 6'ya bölünmək o deməkdir ki, bu ədəd 30'a bölünür. Amma 7'yə bölünməmək o deməkdir ki, baxın, məsələn 5'ə və 6'ya bölünən ədədlər içərisində 7'yə bölünəni var. Düzdürmü? Məsələn 210. Yəni bu 5'ə də bölünür, 6'ya da bölünür, həmçinin 7'yə də bölünür. Demək, burada bizim əsas taktikamız nə olmalıdır? Yəni bu tip məsələləri həll edəndə. Yəni bunların çox oxşarı var. Biz 5'ə və 6'ya bölünənləri tapmalıyıq. Onlardan nə etməliyik? 7'yə bölünənləri çıxmalıyıq. Yəni eyni zamanda 5'ə, 6'ya, 7'yə bölünənləri. Çünki bizə deyir ki, 7'yə bölünməz. Aydındır. Baxın, 5'ə bölünən ədədlər neçə? Demək, 5'ə bölünən ədəd, yəni 6 ilə 5'ə daha doğrusu ən kiçik neçədən başlayır? 30'dan başlayır. Amma bizə deyir 3 rəqəmli. Deməli, biz 30'un misilləri neçə eləyir? 120. 120 nədir? 5'ə və 6'ya bölünən. Ən kiçik buradan başlayır, düzdürmü? İndi, lakin 7'yə də bölünən neçədir? 100, daha sonra 210 da, baxın, burada məsələ nədir? 210 da 5'ə, 6'ya, 7'yə böldür. Bizim taktikamız nədir burada? Birinci gəlin 3 rəqəmli ədədlər deyilir. 3 rəqəmli neçədə ədəd var? Əslində belə 1-dən 999'a qədər. Yəni mən nə edirəm? Birinci 999'u 30'a bölürəm. Görək 30'a bölünən ümumi neçə ədəd var? Deməli 3 dəfə götürdüm 90, qaldı 99, onda da 3 dəfə. Deməli 1-dən 990'a qədər 30 dənə, yəni 30'a bölünən ədəd var. 33 də daha doğrusu. 33'dən 90'a bölünən ədəd var. Amma bizdə sırf 3 rəqəmlər deyilir. Bu 1-dən 90'a qədər olan ədədlərin içərisində 3 dənə 30'a bölünən ədəd yoxdur. Yəni belə deyil. İndi 99'u mən bölürəm 30'a. Nəyi tapıram? 3 dəfə 90. 3 dənə də deməli 2 rəqəmli 30'a bölünən ədəd var. Deməli 3 rəqəmlərdən çıxıram bu 2 rəqəmləri, yerdə nə qalır? Sırf 3 rəqəmlər. Deməli 30 dənə 30'a bölünən 3 rəqəmli natural ədəd var. İndi bundan da bir dənə çıxmalıyıq. Həmçinin 5'ə, 6'ya, 7'yə bölünənlər. 7'yə bölünəni istəmir. Bizim burada tapdığımız 30 yalnız 3 rəqəmli 30'a bölünənlərdir. Aydındır. Ona görə də deməli bir dəfə də 999'u bölürəm 210'a. Çünki 210'u götürə bilmirik. Həmçinin 210'un misillərini götürə bilmirik. Ona görədir. Deməli, bu da 4 də olacaq. 840. Deməli, buradan da kiçik bir ədəd alınacaq. 159. Deməli, burada tam neçə oldu? 4 dənə. Deməli, 30'dan da çıxırıq 4'ü eləyəcək 26. Cavab da B variantı olacaq. Aydındır mı hər kəsə? Yəni, 210'u misinə ona görə götürmür. Baxın, 210 7'yə bölünür, 5'ə də bölünür, 6'ya da bölünür. Həmçində 420, 630. Aydındır. Həmçində 840. Buna yəni içərisində 7 vurğu var. Savay da, bundan savay da 5'ə də 6'ya bölünür. Ona görə götürmürük. Qaldı. Cavab oldu 30 dənə qaldı. B variantı.
Sonra 13-cü sual. Bu da çok güzel bir sualdır. Dəqiqə görək neçədir? 30 dəqiqədir. Deməli, baxın bizə deyir ki, A, B və C fərqli sadə ədədləri üçün C-nin qüvvətində A çıxsın B 29-a bərabər olarsa, A üstə gəlsin B üstə gəlsin C cəmini tapın. Deməli, C-nin qüvvətində A çıxsın B 29-a bərabərdir. Baxın, burada uşaqlar C sadə ədəddir, düzdürmü? Və sağ tərəfdə 29 var. Aydındır ki, bu sadə ədəddirsə, bunun qüvvətində 2 olsa, yox, belə eləsi izah edilmir, belə başa düşün, deyilmi? Burada C sadə ədəddir, düzdürmü? NATO ədədin, belə deyək də, yəni müəllimlər deyək, biraz səhv uşaqlar dedim. Baxın, belə bunu izah edeyim ki, burada C müəyyən bir sadə ədəddir, doğrudurmu? Həmin natural, həm də natural ədəddə bu sadə. Natural ədədin natural qüvvətləri də nəyə bərabər olmalıdır? Müəyyən bir natural ədədə bərabər. Baxın, demək C burada 29-un özüdür ki, yəni 29-a bərabər olur. Başa düşdün niyə? Çünki burada 29-un üzərində 1 yalnız 29-a bərabər ola bilər. Yəni bunu ödəyən yeganə bir də 29-dur həmişə. Məsələn, bu üçün də indi A ilə B-də sadə ədəddir. Fərqi 1-ə bərabərdir. Bundan əvvəlki testlərdə də demişdim axı, yəni fərqi 1-ə bərabər sadə ədədlər yeganədir. Yəni 3-dən 2-dir. Yəni buradan da A bərabərdir 3-dür, B bərabərdir 2-dir. Çünki baxın 3-dən 2 çıxanda yalnız 1 edir. Burada əlbəttə ki, mənfi ədəd ola bilməz də. Çünki mənfi ədəd olsa, yəni tərsinə çevriləcək, o da kəsr ədəd alınacaq. Görsün ki, burada sağ tərəfdə natural ədəd olub deyə C yalnız 29 olur orada. Ona görə də deməli 3 üstə gəlsin, 2 üstə gəlsin 29, cavab eləyəcək 34. Düzdürmü? Aha, A variantı. Sonra deməli 14-cü suala baxaq. 14-cü sualda bizə deyir ki, 111-in kvadratı üstə gəlsin, 222-nin kvadratı üstə gəlsin, 333-ün kvadratı üstə gəlsin, 444-ün kvadratı bərabərdir. Burada nə edirəm? 111-i kvadratın orta vuruş kimi çıxardıram. Yerinə nə qalır? 1 üstə gəlsin. Burada 2-nin kvadratı qalır. Üstə gəlsin. Burada 3-ün kvadratı qalır. Üstə gəlsin. Burada da 4-ün kvadratı bərabərdir deməli. İndi də burada nəyə diqqət eləməliyik? 111-də özü 3-ə bölünən ədəddir, 37-dir. Bu da əslində 3 vurulsun 37 deməkdir. 3 vurulsun 37-nin kvadratı vurulsun, görə mötərizənin içərisindəki ifadənin qiyməti nəyə bərabərdir? Deməli 16 9 neçədir? 25 üstə 4, 29 üstə gəlsin. Burada da 30 alındı. Deməli onda bu beləncə alınır da burada. Deməli 3-ün kvadratı vurulsun 37-nin kvadratı, 30'un da sağda vura ayrışı 2 vur, 3 vur 5'ti. Şimdi bunu gəlin tam yazaq. Deməli 2 vurulsun, deməli 3'ün kubu vurulsun 5 vurulsun 37'nin kvadratı olacaq. Və burada da nə deyir? Natural bölənlər sayı. Bunun qüvvətində 1-dir bunlar. Onda n nəyə bərabər olacaq? Qüvvətlər üzərində 1 gəlir. 1 üzərində 1 2 3 üzərində 1, 4, 1 üzərində 1, yəni 5-dəki 1 üzərində 1, yəni 2, 2 üzərində 1, 3. Bu da nəyə bərabərdir? Deməli, 8 vurulsun 6, 48. Cavab D variantı. Sonra 15-ci suala baxaq. 15-ci suala da bizə deyir ki, 1800 ədədinin 60-a bölünən natural bölənlərin sayını tapın. Baxın, belə sual tipləri çoxdur. Hətta aşağıda 21-ə var idi, 17-ci sualda. Bunu qısa olaraq başqa bir nümunə üzərində izah edəcəm, geniş şəkildə. Yəni səbəbi nədir? Burada standart qayda nədir? 1860-a böldüyü yerdə qalan ədədin, yəni alınan qismətin natural bölənlərin sayını tapırıq. Onun səbəbi nədir? Niyə görə elə edirik? Baxın, bir nümunə göstərim, məsəl üçün 18 üzərində göstərim. Məsələn, deyirəm ki, 18-in bölənlərindən neçəsi 3-ə bölünən ədədlərdir. Aydındırmı? Biz də bilirik ki, 18-in sadə vurğu ayrışı nədir? 2 vurulsun 3-ün kvadratıdır. İndi biz niyə görə natural bölənlərin sayını tapırıq, o 60-a bölüyor? Onun səbəbi budur ki, baxın, 18-i burada ayrıdıq, sadə vurğu ayrışı. İndi bu ayrışda da 3-ü mötərizə xaricinə çıxartsaq, nə qalacaq yerdə? 2 vurulsun 3 qalacaq.
İndi baxın 2 ilə 3-ün natural bölənləri hansılardır? Baxın 1-dir, 2-dir, 3'dür, bir de 6'dır. İndi bunların hər birini mən 3'ə vuranda, baxın fikir verin. 1'i 3'ə vuranda 3, 2 3'ə vuranda 6, 3 3'ə vuranda 9, 6 3'ə vuranda 18. 3'ə bölünən ədədlər alınmadı. Yəni əslində biz niyə görə natural bölənlərin sayını tapırıq? Çünki bu içəridəki ədədin natural bölənlərinin 3'ə vuranda, yəni bu böldüyümüz ədəd nə idi? Qıraqda saxlayır ki, həmin ədədə 1 vuranda, məsələn 3'ü qıraqda saxlamadım. Normalda 18'i 3'ə bölü 6 edir. Düzdürmü? Yəni 6 natural bölənlərin sayını tapırıq da. Səbəb odur ki, əslində onu bölmürük. Sadəcə onu qıraqda kənar edirik də. Məsələn 3'ü mən burada əlavə saxlamışam. Aydındır? Bu içəridə olan natural bölənlərin sayını tapırıq. Həmin natural bölənləri 3'ə vuranda, deməli 3'ün misilləri alınır da. Fikrimi çatdıra bildim. Yəni burada fikir verin. 2 ilə 3 deyil idi. Bunun natural bölənləri hansılardır? 1'dir, 2'dir, 3'dür, 6'dır. Deməli indi bunu 3'ə vuranda nə olacaq? 1'i 3'ə vuranda 3, 2, 6, 3'ü 9, 6'yı 18. Bunlar hamısı 3'ə bölünən 18'in natural bölənləridir. Aydındır. İndi ona görə də qısa olaraq deməli 1800'dür, düzdürmü? 1800'ü 60 belə yazıram. 60 vurulsun 30 yazıram. Aydındır. Bu da nəyə bərabər? 60 vurulsun mötərizənin içərisində 2 vur, 3 vur, 5'dir. Bunların da qüvvətləri 1'dir. Onda içərisindəki ifadənin yəni natural bölənlərin sayını tapsam 2 vur, 2 vur, 2 o da edir 8. Cavab D variantı. Sonra 16'ya keçək. Nömrə 16. Deməli, burada deyir ki, A və B natural ədədləri üçün A üstəgəlsin 4 bölünsün B çıxılsın 3 bərabərdir 22 bölünsün 38. Bizdən EBOB-un 6 olduğunu verib. Yəni EBOB A üstəgəlsin 4 ilə B çıxılsın 3 6'ya bərabərdir. Bizdən 2A çıxılsın B ifadəsinin qiymətini tapın deyir. Bunu necə eləyəcəm? Baxın. Bunu EBOB-dan da eləyə bilərsiniz. EKOB-dan da, daha sonra EBOB-dan da eləyə bilərsiniz. İxtisarla da eləyə bilərsiniz. Aydındırmı? Mən ixtisarını eləyəcəm. Niyə görə? Daha əlverişlidir məncə. Baxın, bunu ilk öncə tam ixtisar edək. Tam ixtisar edən istəyir 19'da 11. Baxın, tam ixtisar edən nə edirdi? Yəni ümumi ifadəni EBOB-una bölürdük. Yəni tam ixtisar nə idi? Sürət və məxrəc qarşılığı sadə ədəd olsun. Həmin kəsrlərdə sadə kəsimlər deyildi. Baxın, burada 19'da 11 deyil. Axı mən bunu tam ixtisar eləmişəm. İndi mən geri qayıtmaq istəyirəmsə, yəni EBOB-una bölüb bunu almışamsa, onda ixtisar etməsindən əvvəlkini almaq üçün nə etməliyəm? EBOB-una vurmalıyam da, düzdürmü? Bunu da vuranda EBOB-una 6'ya sürət və məxrəcə. Çünki tam ixtisarda sürət və məxrəcə EBOB-una bölürdü. İndi geri qayıtdım 6'ya vururum. Nə olacaq? 66'da 114 eləyəcək də bu, düzdürmü? Və bizdən nəyi soruşur? 2A üstəgəlsin, daha sonra 2A çıxılsın B. A neçə idi? 66'dır deməli. Daha doğrusu burada bir dəqiqə. Burada A üstəgəlsin 4 66'da, ona diqqət edin. A neçəyə bərabərdir? 62'dir. Deməli B çıxılsın 3'də 114'dür. B də niyə bərabərdir? 117. 2A çıxılsın B niyə bərabərdir? 2 vurulsun 62 çıxılsın 117 bərabərdir 124 çıxılsın 117. Cavab eləyəcək 7 Y variantı. Aydındırmı bu hər kəsə? Deməli sonra bunun cavabı oldu Y variantı. Keçək 17'yə. Baxın, burada da həmin qaydadır. Yuxarıda izah elədiyimdə. Deməli, bizə nə deyir? A ədədini verib. A ədədi natural bölənlərindən neçəsi 21'in bölünənidir. Burada da qısa olar. Bu vurğulardan 21'i ayıraq. Yəni 21'i ayırması bir də 3 lazımdır, bir də 7 lazımdır. Onda bunu belə yazar. A bərabərdir. Deməli 21 vurulsun. Deməli 21 vurulsun 2 üzərində 8 vurulsun 3 üzərində 6 olacaq. Vurulsun 5'in üzərində 3 vurulsun 7 olacaq. Düzdürmü? Yəni biz orada 7'nin birini götürdük. İndi bu ədədin natural bölənlərinin sayını tapmaq kifayətdir bizə. Aydındır. N bərabərdir. 9 vurulsun 7 vurulsun 4 vurulsun 2. Bu 63 eləyir. 63'ü də 8'e vuranda neçə eləyəcək? 63 vurulsun 8 deməli 504.
Cavabına görə də A variantı olacaq. Deməli, növbəti sual baxaq. Deməli, növbəti sual neçədir? Hə, 18-ci sualdır. Baxaq burada. Biz dedik ki, A və B ardıcıl tək natural ədədlərdir. Baxın, belə bunu bu başdan da qeyd edirik. Deməli, A və B ardıcıl tək ədədlərdirsə B nəyə bərabərdir? Bu təkdirsə, onda A-nın üzərinə 2 gəlmək növbəti təki verir. Düzdür? Bizdə də deyir ki, burada 10 vurulsun A üstə gəlsin B çıxılsın 1 bərabərdir əkub AB olduğuna görə A üstə gəlsin B cəmini tapın. Bu bölmədə, yəni test 4-də, yəni çətin suallardan biri də yəni bu idi. Burada nə edərik? Biz indi onu fikirləşək. Baxın, bizə deyir 10 A üstə gəlsin B çıxılsın 1 bərabərdir əkub AB-yə. Gəlin bunu açaq. Deməli 10A üstə gəlsin 10B çıxılsın 1 bərabərdir. Ardıcıl tək ədədlər necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. Deməli onda əkub nəyə bərabərdir? Onların hasilinə bərabərdir. Yəni A vurulsun B-yə bərabərdir. Deməli buradan da nə edəlim mən? Gəlin bir qruplaşdırmağa çalışaq. Qruplaşdırmağa çalışsaq nə edərik? Deməli, belə yazaq da AB çıxılsın, deməli 10A, hamısını digər tərəfə atdım bu soldakıları. Çıxılsın 10B üstə gəlsin 1 bərabər 0-dır. A-nı orta vuruş kimi çıxarsam B çıxılsın 10. Burada nə qaldı? Çıxılsın 10B üstə gəlsin 1 bərabər 0-dır. Baxın, bunu necə qruplaşdıraram? Burada belə bir şey eləyəcəm. Deməli, B çıxılsın 10 çıxılsın. Onu orta vuruş kimi çıxardıram. Burada B qalır. B-yi də bu şəkildə yazacağım. B çıxılsın 10 üstə gəlinsin 10. 0 oldu da yenə də bir şey dəyişdi. Xeyr. Sadəcə bizə sərf eləyən kimi yazın. Bərabər 0-dır. Burada da deməli bu şəkildə olacaq. B çıxılsın 10 çıxılsın 10. Deməli B çıxılsın 10. Burada deməli vuranda neçə eləyəcək? Mənfi 9, mənfi 100 eləyəcək. Plus 1 bərabər 0-dır. Deməli A-nı burada B çıxılsın 10. Burada da. Bunu da belə eləyir. Bu promo yazaq. Orta vurğu nədir? B çıxılsın 10-dur. Hər birində B çıxılsın 10-u çıxartsam nə qalacaq? Deməli A çıxılsın 10 qalacaq. Baxın, burada mənfi 99-u digər tərəfə keçirdəndə 99 olacaq. İndi burada da deməli baxın, axı biz dedik axı bu ardıcıl tək ədədlərdir. Baxın, yuxarıda mən ona görə qeyd elədim. B A üstə gəlsin 2 deyil. B-ni yenə o yazacaq. Deməli B-nin yerinə A üstə gəlsin 2 yazsam, deməli A çıxılsın 8 qalmayacaq burada. A çıxılsın 8. Burada A çıxılsın 10. Bərabərdir 99. İstəsəz bunu ədəddən də qoya bilirsiniz. Gəlin kvadrat tənliyin eləyək. Deməli A-nın kvadratı çıxılsın. Deməli 18A üstə gəlsin 80. 99-u sol tərəfə keçir. 99 bərabər 0. Buradan da A-nın kvadratı çıxılsın 18A çıxılsın 19 bərabərdir 0. Buradan A bərabərdir 19-dur. A bərabərdir. Burada mənfi 1-dir. Natural ədəd olduğuna görə A-nı 19 götürürəm. Onda B niyə bərabərdir? Axı A üstə gəlsin 2-dir. Bu da eləyəcək 21. Bizdən nəyi soruşurdu burada? Cəmi. 19-un üzərinə də 21-i gələndə neçə eləyəcək? 40. Cavab olacaq deməli C variantı. Bu da çox gözəl bir sual idi. Burada ədəd qoymaqla da yerinə yazmaq olur da. Yəni məsəl üçün burada gözücü bilmək olur ki, məsəl üçün 99-u 9 ilə 10 kimi yaza bilərəm də mən. Düzdürmü? Olsun da yəni 9 ilə daha doğrusu 10 ilə 9 kimi. Daha doğrusu üzrü sayın desən 10 ilə 9 dedim. 9 ilə 11 kimi yaza bilərəm. Düzdür? A-nın bu da 19 qiymətində olmur. 19-dan 8-i çıxsa 11, 19-dan da deməli onu çıxırsan 9. Deməli A-nı burada yəni belə ədəd qoymaqla da yaza bilərsiniz. Sonra keçək 19-cu suala. Sual da biraz məntiq istəyir bizdən.
Deməli, nömrə 19. Bizə deyir ki, 5-də 18, 7-də 30, 11-də 24, 9-da 20 ədədlərinə tam bölünən ən kiçik 4 rəqəmli ədədin nöqtə bölənlərinin sayını tapın. Birinci nəyi bilmək lazımdır burada? Yəni bu biraz ilk baxışda biraz göz qorxuducu bir çalışma kimi görünür, amma burada məntiq nədir? Baxın, deyir bu ədədlərinə bölünür. Məsələn, tutaq ki, bunlara bölünən bir A ədədi tapdıq. A-nı biz 18-ə 5-ə, daha doğrusu 5-də 18-ə böləndə biz A-nı 18-ə 5-ə vurmuruqmu? Vururuq da deməli. Yəni əslində bunu tərsinə çevirib vuranda həmin ədəd əslində 18-ə, 30-a, 24-ə, 20-yə bölünməlidir. Tam bölünməlidir. Ona görə də deməli bizim o tapdığımız ədəd əslində bunların sürətləri tam bölünməlidir. Demək onda əkop 18 deməli 30 24 bir də 20-nin nəyi tapmalıyıq? Əkobun. Düzdürmü? 18-in sadə vuruluşu nədir? Demək buradan qeyd edirik. 2 vur 3 vur 3-dür. 30 nədir? 2 vur 3 vur 5-dir. 24 nədir bəs? 2 vur 2 vur 2 vur 3-dür. 20 nədir bəs? Deməli 2 vur 2 vur deməli 5-dir. Əkobda da ən yüksəyini götürürdü. Baxın, 2'lər hansında ən yüksəkdir? 24-də. 2'nin kubunu götürdüm. Sonra 3'ə baxıram. 3 deməli 2 dənə 18'ə var. 3'ün kvadratını götürdüm. Yerdə qaldı 5. 5 2 dənə yoxdur, təkcə 5. Bu da nəyə bərabər? 8 vurulsun 9 vurulsun 5. Deməli 360 edir də burada, düzdür? 360. Amma bizə nəyi deyir burada? Bir də diqqətlə oxuyaq. Bu 360 aldığımız 3 rəqəmli ədəddir. Amma bizə deyir ki, tam bölünən kiçik 4 rəqəmli, ən kiçik 4 rəqəmli ədəd. Və 360-ın hansı misli 4 rəqəmli ədəd eləyir? Ona baxaq, bir də fikirləşək. 3 misli eləyir də, yəni 360-ı mən 3-ə vursam 1080 eləyir və bunun rəqəmlərinin cəmi də yox. Aha, deməli yəni burada nöqtə bölənlərin sayını soruşur. İndi bunu necə eləyərəm? Deməli bu 3 vurulsun 360 deyil, 1080. Onun da sadə vuruluşu necə olacaq onda? 2'nin kubu vurulsun 3'ün kubu. Çünki bir də 3'ə vurdum. Bax burada 3'ün kvadratı idi 360'da. Bir də 3'ə vuranda 3'ün üzərində 3 oldu. Vurulsun 5. Bundan natural bölənlərinin sayı nəyə bərabər? 4 vur 4 vur 2. Eləyəcək 32. Cavab olacaq B variantı. Yəni bu da maraqlı bir sual idi. Sonra keçək növbəti bir suala. Deməli, son suala, növbət 20-ci suala baxaq. Dəqiqə neçədir? 47 dəqiqədir. Demək, 20-ci sualda deyir ki, A, B, C ardıcıl cüt natural ədədlərdir. Baxın, bunu gəlin belə yazaq. Tam başa düşməyiniz üçün A-nı mən 2'yə götürürəm. B-ni 2'yə üstə gəlsin 2, yəni 2'yə 2 vurulsun n üstə gəlsin 1 götürürəm. C'ni də 2'nin üstə gəlsin 4'ü götürürəm və 2'ni orta vuruq kimi çıxardanda n üstə gəlsin 2 olur. Aydındır. Baxın, elə buradan görünür ki, bunların əbobu niyə bərabərdir? Yəni hər birində olan orta vuruq 2'dir. Görürsünüz, yəni burada hamısında baxın 2 var. Amma fikir verin, burada n ilə n plus 1 qarşılığı sadədir, yəni ardıcıl natural ədəd olduğundan. Ona görə də n plus 1, n plus 1 hamısı cüt-cüt qarşılığı sadədir. Aydındır, yəni cüt-cüt demək, yəni n ilə n plus 1 qarşılığı sadədir. Bundan da bu qarşılığı sadədir. Ona görə də əkobu götürəndə hər birinin hasilini yazacaq. Yəni əkobu da nəyə bərabər olacaq onda? Demək, əkob A, B, C orta vuruğu götürdük 2. Yerdə qalır nə? N vur n plus 1 vur n plus 2. Aydın dərəcəsə yerinə qoysaq, bizə deyir ki, əkobun əbobun cəmi 422-dir. Onda yaxşı, bunu da yerinə qoysaq 2 üstə gəlsin. 2 vurulsun n vur n plus 1 vur n plus 2 bərabərdir 422 və hər tərəfi, deməli 2'yi çıxıb 2'yə bölsək bu alınacaq. N vurulsun n plus 1 vurulsun n plus 2 bərabərdir 210'a. 210 eləyir də, düzdürmü? Aha. Bunu normalda vurub atsa kub tənliyə gəlib çıxacaq. Amma mən nə edirəm? Baxın, bu n daxil natural ədəddir burada. N daxildir n-ə. Bu da qeyd edeyim buradan. 220'ni sadə vurğulayıram.
210'u daha doğrusu. Bu belə yazaq da 21 vursun 10 deyil. Tabii bölməyək. 3 vur 7. Bu da nədir? 2 vur 5'dir. İndi mən nə edirəm? Buradan da 2 ilə 6 bir qruplaşdırıram. Baxın. 5 vur 6 vur 7 alınmadı. Burada nədir? N plus 1 N plus 2 ilə. Demək burada n bərabərdir 5 olmayacaq. 5 üstünə 1 6 yenidən üstünə 1 7. Demək n bərabərdir 5 olacaq. Yeni 5 oldu. Aha bizdən də cəmin soruşur. Düzdür? Yerinə qoysaq deməli 5'i qoysaq 10. Burada 5'i qoysaq 12. Burada da deyəcək 14. Cəmi neçə eləyəcək? Bunların 36 edəcək. Düzdür? Və cavab deməli D variantı olacaq. Test 4'ün tam şəkildə izahı bu qədər oldu. Deməli, bu qədər baxmışsa, əgər sona qədər baxmışsa, zəhmət olmasa kanala abunə olun ki, yəni daha çox şəxslərin, müəllimlərin və yaxud da riyaziyyata marağı olan abituriyentlərin qarşısına çıxsın və onlar da bu videodan faydalansın. Sağ olun.